Allah'ın adı. Canım ay qismət bala. Bəh, öpürəm səni. Eli bala məktəbinin gül balası, qismət bala. Buradan gözəl Ağdaşımızın, gözəl Qaradeyin kəndimizi salamlayıram. Sizin gözəl balanız, bax, qismət balanız. Allah həmişə Qaradeyin kəndində həmişə toy eləsin. Xeyir işlər olsun. Qismət bala da bu gözəl alətini götürsün, gəlsin, sizi şənləndirsin. Ya Allahın adı, hazırsan? Söz səndə. Sağ ol, qismət bala. Mudbaylı bala məktəbi gəndə. Əskərlikdən 2 aydır gəlib. 3-cü aya keçir, nə eləmə. Onun da 2 ayını burada gəldi. Çünki bu Elbala məktəbində bunların bünövrəsi var. Eldəniz müəllimi yaşayış yeri, Gəncə şəhəri iş yerimiz, Dəmiryolçular, Mədəniyyət Sarayının qapısı xalqın balalarının üzünə açıqdır. Biz hazırıq qəbul eləyək. Nəyi biliriksə? Laqqadadmam. Sağ ol, ay qismət bala. Bir dənə də qəşəng statusda çaldığını çalırlar. Sağ ol, qadan alaram. Mən hər vaxt demişəm, yenə deyəm, Elibala məktəbi Gəncə budur. Ən çox vaxt deyirlər, müəllim, yol məhdudiyyətlidir, uzaqdır, xeyr. Ağdaş. Kənddən Ağdaşa gəlməlisən, çıxmalısan yola. Yoldan da gəlməlisən, Gəncəyə gör nə qədər yol, Yevlax, Mingəçevir, Goranboy, sonra Gəncə. Bəli, sənət öyrənmək istəyən, vallahi yol məhdudiyyətliyi yoxdur, yağışı, palçığı, qarı yoxdur, bu dəqiqəli yağış yağır keçdə, amma gəlibdir sənətin dalına. Öpürəm səni, sağ ol, qismət ola, əla, gözəl.